Herkese salam. Servisimizə DNS markalı notebook göndərilib. Anakartımızın platforması Clevo'dur. Müştəri şikayəti nədir? Anakart, daha doğrusu laptop start alır. Müəyyən bir neçə saniyə, daha doğrusu 25-30 saniyədən sonra fan sürətli şəkildə fırlanırdı və bip-bip səsi çıxır. Daha sonra sistem sönürdü. Və ilk ağlıma gələn GPU dövrəsində bir problem olduğunu bilirdim. Anakart, daha doğrusu laptop söküldü. Anakartı diaqnostik etdiyim zaman gördüm ki, bu arada laptop başqa servisdə müdaxilə görülüb. Çox ciddi müdaxilə deyildi. GPU-nun fazları ləğv edilmişdi. Yəni GPU təyin edilmirdi. Bu platformada ümumiyyətlə Intel HD-ni aktiv etmək üçün sadəcə GPU induktorlarını çıxartmaq yetərli deyil. Biraz qəliz bir platformadır və bu anakartın sönmə prosesi əslində GPU aktiv deyildi. Çünki GPU-nun termal sensorları multikontroller ilə əlaqədə olur. Əlavədə bir, belə deyim, sensor kontroller var. Yəni informasiya olmasa BIOS arasında və multikontroller və sistem özünü bağlayır. GPU tam aktiv olması lazımdır. Neysə, mən GPU fazlarını 2 fazla qidalanır. Üzərində GT 650M ekran kartı ilə təchiz edilib Nvidia. CPU da i7 3-cü nəsildir. GPU təyin edildi. Sistem üzərindən bir problem yox idi. Normal qaydada işləyir. Ancaq GPU-nu təbii ki test etməyim lazımdır. Mods proqramı ilə VRAM-lər test edildi. Burada hər hansı bir xəta yoxdur. Ancaq GPU ilə bağlı şiş bir proqramı aktiv etdiyim zaman ekranımızda driver xətası verir və yəni ekran kartı ilə kernel, yəni nüvə ilə bağlı bir problemdir. Əslində bu GPU xətasıdır artıq. Çünki VRAM-lərdə bu tip problem olmur. Böyük ehtimal ki, servisdə də bunu Intel HD-ni aktiv etmək istəyiblər. Fazları ləğv ediblər. Ancaq dediyim kimi bu platformada elə də bəsit deyil. Bir yöntəm var. O yöntəmlə mən bunu Intel HD-yə aktiv edəcəyəm. Əsas videomun da əsas ana məqsədi budur. Sadəcə bu prosesdən sonra yenə də əvvəlki vəziyyətinə qayıdacağam. Çünki müştəri ilə danışılıb, ekran kartı sifariş veriləcək. Yəni müştəriyə də mən tövsiyə etdim ki, elə ekran kartı olsa daha yaxşıdır. Çünki artıq bunu ekran kartını bağlasaq, yəni bu tip platformada, yəni bir növ belə deyim də öz seriyasına görə yaxşı sayılır. Ona görə də müştəri dedi ki, elə də olsun, yəni ekran kartını dəyişdirəcəyəm. Hər hansı bir ekran kartı ilə bağlı fur markı yaxşı GPU-Z proqramını açım. Yəni heç test etməyə də ehtiyac qalmır. Bu arada qurğular bölməsində ekran kartımızda xəta yoxdur. Normalda 43 xətası bu VRAM ilə bağlı problem olur, amma bu anakartda VRAM 2 fərqli yöntəmlə test etmişəm. VRAM-də hər hansı bir problem yoxdur. Və artıq xətanı bildirdi. Çünki buradan ikinci ekran kartının informasiyasına baxdığım zaman bu xətanı bildirir və sistem kilitlənir. Dediyim kimi, yəni bu vəziyyətdə ekran kartında hər hansı bir problem olmur. Yenilərək bu səhifəni, bura qaydasındadır. İndi isə buradan yenə də bir ekran kartını seçək və bu tip gözləmə ikonumuz çıxır. Bu normal deyil əslində. Tamam, indi isə açıldı. Şiş bir test verək. Görək test prosesi başlayırmı? Normalda bu tip reaksiya verməli deyil. Tamam, artıq burada ekran kartı ilə bağlı problemdir. Bu driver xətası deyil. Dediyim kimi, o bəlkə də driverə, yəni sizə görə driver ola bilər, ancaq elə deyil. Bu əslində GPU ilə bağlı bir problemdir. Təbii ki, bu formada laptop işləməz. Çünki bəzi 3D qrafiklərdə, yəni video olsun, müəyyən bir yük altında Nvidia ekran kartımız daimi xəta verəcək. İndi isə edəcəyim proses GPU anakartdan ayrılsın
Bu arada Intel HD-ni tam aktiv etmək üçün GPU anakartdan çıxmasa da olar. Sadəcə buradakı jumperimiz var və yaxud da iki faza ayıra bilərik. Ancaq dediyim prosesdən sonra bunu etməyimiz lazımdır. İlkin olaraq bu haqda da məlumat verim. Hər iki SPI EEPROM-umuz yenidən proqramlanır. Sadəcə bu prosesdən sonra klaviaturanın bəzi düymələri işləmir. Multikontroller tərəfdən 2 ədəd müqavimət var, yerləri dəyişdirilir. Yenə də sxemə baxacağam, səhv etməmsə birinin digərinin əvəzini alması lazımdır ya da ikisinin də yerini dəyişir. Hər nəysə son olaraq hansı proses etdiyimi yekun olaraq izah edəcəyəm. Bu arada GPU-muzu induktorları, yəni dediyim kimi yox idi. Mən başqa bir induktorla əvəzlədim. Ekran kartımızın ətrafına mən ilkin olaraq baxdığım zaman flux ləkələri vardı. Elə böyük ehtimal ki, çipi də isidiblər. Və burada bizim 3 ədəd SMD kondensatorumuz da qoparılıb. Ekran kartımızı anakartdan ayırdım. Notebook normal şəkildə işləyir və təbii ki, 2 prosesimiz var. Anakartımızda 2 ədəd EEPROM var. Biri 2 MB, biri isə 4 MB-lıq bir EEPROM. Bu IMEI bölgəsidir. Daxilində olan, yəni PC-in IMEI bloku bu EEPROM-da yerləşir. Digər ana EEPROM-umuz isə 4 MB-lıq, digər hissəsi isə bu EEPROM-umuzda yerləşir. Bunları paylaşdığım EEPROM-la daxili proqram təminatını əvəzləyirsiniz. Hər ikisi də bu arada eyni anda yazılmalıdır və artısı batareya anakartda olmalı deyil. Digər ediləcək prosesimiz normalda R136 aktiv vəziyyətdə olur, yəni bu hissədə lehimli olur. R136 müqavimətini R135 müqavimətinin yerinə lehimləyəcək. Notebook'umuz normal şəkildə işləyir. Bu bizim IDE proqramımızdakı temperatur göstəriciləri. Bu bizim qurğular bölməsində gördüyünüz kimi artıq Intel HD. Tech Power Up GPU proqramında da bu da bizim göstəricimiz. Son olaraq klaviaturanın normal şəkildə işləməsi üçün etdiyimiz müqavimət dəyişikliyi və burada da klaviaturanın bütün düymələrini mən yazmışam. Yəni klaviatura normal şəkildə işləyir. Təmir prosesini artıq burada yekunlaşdırıram. Çünki əlimdə GPU olmadığına görə GPU sifariş veriləcək. Təbii ki, GPU yeni GPU olacaq. GPU anakarta lehimlənsin. Əslində bu videonu yekunlaşdıra bilərdim, amma dedim ki, GPU da lehimlənsin. Yəni videomuz daha son olaraq nəticəyə baxaq. Ekran kartı normal qaydasında işləyirmi yoxsa yox. Əgər belə deyim, bu ekran kartında Intel HD-ni aktiv etmək istəyirsə, bu yöntəmlə aktiv edə bilərsiniz və yaxud da müştərinin istəyinə görə yeni GPU anakarta lehimlənərək müştəriyə təhvil verə bilər. Üzərində model nömrəsi silinib. Daha sonra internet üzərindən bu ekran kartı, daha doğrusu bu anakartda hansı ekran kartı tam modeli olduğunu təyin etdim. Bu da yeni sifariş verdiyimiz çip. Üzərini açıb daha yaxşı oxunsun. N13P GT A02. Ekran kartını mən artıq lehimləmişəm. Az öncə dediyim kimi bu bizim köhnə ekran kartımız. Tam ideal şəkildə və bu hissəyə də diqqət edək. Silikon kristalın rəngi də dəyişməyib. Həmçində PCB-nin baxın bu hissəsi də rəngi dəyişməyib. Ümumiyyətlə çipin rənginin dəyişmə səbəblərindən birisi həm düzgün istilik profil dəyərləri önəmlidir. Kristalın üstü bağlanma da bu önəmlidir. Flux keyfiyyətli fluxdan və çox flux olmadan, çünki flux qaynadığı zaman çipin rəngini dəyişdirir. Bu da arxa üzü. Arxa üzündə də elə bir qeyri-adi rəng dəyişimi yoxdur. Bu arada anakartın
multikontroller dövrəsində, daha doğrusu bölgəsində iki müqamətin birini dəyişdirmişdim. O yerinə qaytarıldı. 2 ədəd SPI flashimiz üzərində olan orijinal BIOS proqram təminatı yeniləndi. İndi isə mən CPU soyutma sistemini bağlayaq və nəticəyə baxaq görək ekran kartımızda öncəki xəta qalıb yoxsa yox. Təmir prosesimiz yekunlaşdı. Device Manager'ə daxil olun. Bu arada əməliyyat sisteminin ağır işləmə səbəbi üzərində sərt disk var. Təbii ki, müştəri daha sonra dedi özümüz bunu SSD-yə yüksəldəcəyik. Ona görə də, yəni sistem ona görə ağır işləyir, hər hansı bir problem yoxdur. Və bu da bizim qurğular bölməsi, display adapter və bizim birinci Intel HD. Bu da GT 650M. Yine yaxınlaşdırım görüntünü. Qurğular bölməsində hər hansı bir xəta yoxdur. Təbii ki, öncə də bu formadaydı, yəni hər hansı bir xəta yox idi. Ancaq, misal, Furmac kimi qrafik testində driver xətası verilirdi. Bu əslində çiplə bağlı problem idi. Yəni driverin problemi deyildi. Full HD verəcəm. Təbii ki, burada proses lənc olacaq. Nəyə görə? Çünki ekran kartı elə də güclü ekran kartı deyil. RAM. Belə. Normaldır. Yəni hər hansı bir donma yox, artefakt yox. Tam ideal şəkildədir. Bu arada oyun testləri etmişəm. Hər bir şey qaydasındadır. Yəni tam istifadəyə hazırdır. Bu arada belə deyim, normalda mən hər zaman qeyd edirəm, yəni təzə çipə üstünlük verirəm. Bu laptopda da təzə çip idi. Elə müştəriyə də tövsiyə etmişdim, təzə çip daha rahatdır. Bilirsən ki, uzun ömürlüdür. Üstdən çıxma çipləri çox nadir hallarda əsasən chipsetdə istifadə edirəm. Bu qədər videomuzu yekunlaşdıraq. İnşallah növbəti bir videomuzda görüşərik. Sağ olun.